Salam əziz şagirdlər, mən Murad müəllim. Bugün yenə 7 iyun tarixində keçirilmiş blok imtahanının bir sualına baxacağıq sizinlə. Deməli, 5-ci suala baxacağıq. Bir çoxlarınız burada diqqətsizlik edərək səhv cavabı seçmisiniz. Hansı ki deyir, DNT molekulunda ölçüsü guaninin ölçüsünə bərabər olan azot əsası olmasaydı, DNT molekulunu çəkirəm. Ölçüsü guanin nukleotidinin ölçüsünə bərabər olan nukleotid kim idi? ADN idi. Əgər mənim DNT molekulumda ümumiyyətlə ADN yoxdursa, deməli burada nə də yoxdur? Timin nukleotidi də yoxdur. Yerdə qalanlar nə olacaq? Bir guanin olacaq, bir də sitozin olacaqdır. Guaninlə sitozindən ibarət DNT molekulunun üzünün köçürülməsi prosesində deyir, neçə növ azot əsası iştirak edər. Bunun hər hansı bir, belə deyək, zəncirinin qarşısında gəlib, deyək ki, guanin olan zəncirinin qarşısında gəlib nə duracaq? Məlumat lentesinin zənciri gəlib durmuş olacaqdır. Yəni sintez olmuş olacaqdır. Və buna uyğun olaraq guanindirsə əgər ki, DNT-nin bir zəncirində olan nukleotidimiz, bunun qarşısında duracağına avtomatik məlumat RNT üzərində sitozin nukleotidi yerləşmiş olacaqdır. Neçə növ azot əsası iştirak edibdir burada deyir. Təbii ki, bir dənə bu, bir dənə də bu. Cəmi 2 növ azot əsası iştirak etmiş olacaq deyəcəyik. Çoxlarınız buna belə deyək, birini nəzərə alıb, birini nəzərə almayıb, e, timini belə deyək, uyğun görərək qarşısında Urasil dayanacağını qeyd etmisiniz və düşünmüsünüz ki, guanin var, sitozin var, Urasil var. Bu üç növ azot əsası demək oldu bu. Amma belə deyil. Əgər ki, mənim DNT molekulumda ümumilikdə ADN yoxdursa, avtomatik mənim deməli timinim də yox imiş. Yəni bu konkret, yəni məcburuq ki, bunu bu şəkildə qəbul edək. Belə, əziz abituriyentlər, bu sualın da izahı bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.